Nabranda Samur Yalama Milli Parkının ərazisində dəniz, dənizdən çıxdıq birbaşa giririk meşəyə və burada da çox maraqlı bir məkan var. Gənclərin gəlib kamp qurduğunu şahid oldum. Burada onlar özləri üçün manqal, samavar, çadırların qurublar və həftə sonu istirahətlərini burada təşkil edirlər. Tanış oldum Vüsal, Nicat, Abdullah və çox maraqlı yol yoldaşı oldular mənim üçün. Ekoetika verilişinin həm də müsahibləri oldular. Təsadüfi müsahiblər. Onlarla maraqlı bir veriliş hazırlamışıq. Onların kampında da qonaq olduq. Ləzzətli bir çayımızı içdik. İndi biraz sonra bu təbiət ərazisini gəzəcəyik. Bu əraziləri səyahət edəcəyik. Dostlar, həftə sonu şəhərin tıxacı, səs-küyü, bunları qoyduq şəhərdə. Gəlmişik burada istirahət eləyirik. Sizlə də tanış olmaq, söhbət eləmək oradan mənə çox xoş oldu, sizi tanımaq. Əsas odur, gələnlər buralığı zibilləməsin. Ən vacib məsələ təbiət ərazilərini təmiz saxlayaq. Görün nə gözəldir. Baxın, hər birinin çadırı, bu gecəni buradasınız da. Bəli. İşığı yanır mı bunun? Bəli. Akşam oldusa, bu işığı da, indi zəif olsa da bu işıqları, yəni qoşulmaq lazımdır belə gənclərə. Bunlarla birlikdə gəlib burada vaxt keçirmək lazımdır. Samur Yalama Milli Parkında da doğrudan da bu hissəsində sahil deyilən yerdə çox gözəl bir şərait yaradılıb. Təbiətdə olmaq, təbiətdə səyahət eləmək bizə bir zövq yaşadır. Ruhumuz təzələnir. Yenidən iş həftəsinə başlayanda daha gümrah oluruq, daha enerjili oluruq. Milli Parkın əməkdaşı Alim bəy, təşəkkürlər, uğurlar. Dostlar, görüşmək ümidi ilə. Sağ olun. Buradan başlayalım da.